Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Ən çox verdiyiniz suallardan biri mən ölçdürümü necə yetişdirim, toxumu necə əkə bilərəm, hal-hazırda sizə onu göstərirəm. Deməli, bu gördüyünüz kimi 104 div yolumuzdur. Buna torf doldururuq. Torfu doldurduğu gördüyünüz kimi. Bu torfu doldurduqdan sonra kaseti bir dəfə belə çırpırıq. Daha sonra yüzünü temizleyirik. Yüzünde kartop yok. Ve indi neyindir? Gördüğünüz gibi bu bizim kasetimiz ve suluyuruq. Gözləyirik, biraz suyu çəksin ve bir də suladıq. Ve kasetimiz sulanıb hazırdır. Bunun vasitəsilə kasetimizi açırıq. Bu eyni ölçüde olan kasetdir. Kiradını kəsmişik, içine gips doldurmuşuq və şurup vasitəsilə taxtaya bərkitmişik. Yüngülvari bunu presləyirik, çox yox. Dərin olmamaq şərtində. Dərinliyi göstəririk. Preslədik. Çünki çox dərin olsa, toxumu çox dərin əksəniz, o toxum sizə geç çıxış verə bilər və artıq yararsız ola bilər. Bunu elədik, gördüyünüz kimi. Və bu bizim əkmək istədiyimiz yemiş toxumlardır. Necə əkirik? Bir də toxum götürürük və toxumu çalışın ki, yolun ortasına düşsün. Belə. Qırağa düşmür, tam ortaya. Belə formada əkməyə davam edirik. Və qeyd edirəm ki, əgər toxumlar paçka boydursa, paçka toxumdursa, onu islatmağa ehtiyac yoxdur. Və əgər toxum köhnə deyilsə, təbii ki, toxum köhnədirsə islada bilərsiniz. İsladıb da əkə bilərsiniz, heç bir problem yoxdur, amma demək olar ki, heç bir fərq eləmir. Və belə davam edirik və biz əkək, videonu tamamlayıb göstərək. Deməli, toxumlar gördüyünüz kimi qarpızdır, balqabaqdır, yemişdir. Müştərimizin sifarişidir, satışı olmayacaq, indidən deyim. Sonra bunların üzərinə torfla bağlayırıq. Belə. Əlimizlə tökdük. Çalışır üzərində torf çox qalın halda olmasın. Yəni boşluğu doldurdu, kifayət edir. Qalanını bu tarafa. Ve boşluğu doldurduk. İndi gördüyünüz kimi torfun üzəri tam bağlandı və üzərinə artıq qalın düşən torfları yığırıq ki, toxumun çıxışına maneə törətməsin. Düzdür, bir problem olmur üzərində qalında çıxsa, çıxmağına çıxır olsuz da, yenə hər ehtimala qarşı. Bunu belə. Və son olaraq da bir daha üzdən suluyuruq. Amma çox da yox. Sadəcə bir dəfə bu halda sulamağımız. Məndə məsafə az olduğuna görə belə suluyuram. Belə sulamağımız kifayət edir. Və son olaraq da qeyd edeyim ki, üzərinə bağladıqdan sonra torfla toxumun üzərinə suluyursunuzsa, əgər suya pervikür enerji qata bilərsinizsə, lap gözəl. Bu toxuma enerji verəcək, yəni zəif toxuma belə bacardığı qədər çalışacaq ki, üzə çıxartsın. Yox, əgər verə bilməsəniz də boş su ilə də sulaya bilərsiniz. İstər-istəməz itki hər bir halda mümkündür. Yəni birdən toxumumuzun biri çıxmaz, biri çıxar, daha doğrusu 5'i çıxmaz falan peşməkan. Yəni bunları nəzərə almalısınız. Amma artıq belə deyim də, əkdiyiniz toxumlar köhnədirsə, evdə çox saxlamısınızsa falansa, bu artıq biraz risklidir və bunları isladıb əkməyiniz daha məqsədə uyğun olar. Hələlik məndən bu qədər. Ümidvaram ki, videomuz köməyinizə çatar. İzlədiyiniz üçün minnətdaram. Çox sağ olun.